Bir mümin borc alır, bir insan borc alır. İster pul, ister mal, fərqli məsələ deyil bu. Hər nə olursa olsun, verdiyi vədəyə əməl eləməlidir. Müddət təyin olunur. O vaxt çatdı, mümin xüsusilə mümin əhdinə vəfalı olmalıdır. Və mən bunu ilk olaraq deyim xütbədən öncə ki, insan ümumiyyətlə çalışan adi vaxtlarda hər şey üçün borc eləmir. Çalışan ən axır vəziyyətdə gedə borc eləyər. Daha hər yerdən qapı üzünə bağlanıb, onda gedə borc eləyər. Daha borc eləməyə özünə adət elətdirmir. Hər şey üçün gedib qapı döyməyər. Çünki hər şey üçün gedib qapı döyər, borc eləyər. Məsumlar buyururlar, onun gündüzləri xal olar insanların içində. Gecə də gəldi, yatmamışdan öncə, hey fikirləşər, hüzünlü keçər gecəsi. Narahatçılıqla keçirər gecəni ki, indi səhər atılacaq, gələk gedim borcunu verir. Gecəsi hüzünlə keçər, gündüzü də ki, narahat olar, istəməz görünsün o borc aldığı insanın gözünə. Adi vaxtlarda, adi şəraitlərdə. Əlbəttə, istisnai vaxtlar var, məsumlarımız da borc istəyiblər. İstisnai vaxtları mən çıxıram. Adi vəziyyətlərdə insan çalışmalıdır ki, hələ hər şey üçün gedib borc eləməsin. Gözünə bir dənə neysə deyib, istəyir, məsələn, getsin, onu alsın. Məsələn, maşını var. Amma bir dənə gözündə maşını tutub, istəyir, getsin, onu alsın. Gedib bir nəfərin qapısını döyür, mən borc istəyirəm. Yaxşı. Özü də bilir, qaytıra bilməyəcək. Maaşına baxır, 300 manat məsələn maaş alır. Bunun 200 manatı kiraya verəcək, 100 manatı da ailəsini təmin edəcək. Vaxt da təyin edib, filan vaxt gəlib alarsın. Allah kərimdir. İnşallah Allah getirəcək. Allah kərimdir. Kim deyir ki, kərimdir? Amma mənə nə gəlir? Mən diqqətli olum. Gözün tox olsun ki, sabah gəlib müddət tamamlandı, o vaxt çatdı, gedib deməyin bağışda bir ailə möhlət verir, 2 ailə möhlət verir. Həzrət Əli İslam keçirdi bir qəssabın yanından. Qəssab ət satırdı. Əli İslamı gördü, buyurdu, Əli, gəl sənə ət verim, apar. Ağa buyurdu, pulum yoxdur. Dedi, ağa götür əti, mən sənə borc kimi verirəm. Götürərsən, verərsən. Mən səbr eləyərəm. Ağa buyurdu, elə mən qarnıma deyərəm səbr eləsində, sən niyə səbr eləsən? Mən əgər qarnıma deyə bilməsəm səbr elə, ondan sonra sənə deyərəm səbr elə. Mən səbr eləməyi bacar. Deyərəm səbr elə, o da səbr eləyər. Məsələ bitdi. Gözü tox insan. Və gözü toxluğa da təbliğ edir. Ümumiyyətlə çalışan insan borc məsələsində, qaytarmaq məsələsində səhlənkar olmasın. Səhlənkar insanları məsumlarımız danlayır. Peyğəmbərin səhabələrindən biri idi. Dünyasını dəyişdi. Peyğəmbər onun cənazə namazını qılmadı. Xəbər tutmuşdu ki, o borclu şəkildə dünyasını dəyişdi. Və səhlənkar olub məsələləri. Gəldi İmam Sadiq Əleyhisselamın səhabəsi sual verdi. Bu doğrudan belədir, ağa iştirak eləmədi onun namazında. Ağa buyurdu, bəli. Cəhdim iştirak eləmədi onun namazında. Niyə ağa? Dedi, çünki eləmədi ki, insanlara başa salsın ki, səhlənkar olmuyor. Diqqətli olun bu mövzulardan. Çox diqqətli olun. Borcalan gəlib otursun, düşünsün, fikirləşsin, rahat keçirməsin. Otursun, fikirləşsin ki, müddət tamamlandı, gələk gətirin borcu qaytarın. Bu düşünərsə, daha evə 20 manat xərcləyirdirsə də 15 manat xərcləyir, 5 manatı qoyar kənara, mənim borcum var, verimdir. İnsan var, borcu var, gəlib borc yiyəsi qapısını döyüb, bu ehsan verir. Ehsan verdin, yaxşı şeydir. İmkan olsa bizi də çağırın. Onunla işiniz yoxdur ki. Amma vəziyyət görürsən belədir. Sənin qapı döyür, borc yiyəsidir, istəyir. Borcunu qaytarmalısan, indi görürsən biri ehsan verir. Çox qəribə bir fikir də formalaşır. Borcu almaq gəldi, vaxtı çatdı, gedir bir nəfərin qapısını döyür, borcu verərsən mənə, o deyil verirəm. Gəldi, tamamlandı, vaxt ki, pulu qaytarmalıdır, indi daha qaytarmır. 10 gün keçib üstündən, o pul yiyəsi gəlib bunun qapısını döyür, verirsən, gedir orada, burada danışır, falan kəs, çox dünyaya bağlısan. Niyə? Gəlir pulunu istəyir. Alanda dünya malı deyildi, qaytaranda dünya malı oldu. Nə qəşəngdir söhbət. Diqqətli olsa mümin, belə şeylər olmaz. Həzrəti İmam Rıza Əleyhisselam buyurdu, dedi, elə ki borc aldınız, oturun fikirləşin, mən qaytarmalıyam. Düşünün bax.
Siz düşünün, Allah da bu səhnəni görür. Allah sizə yar olar. Amma bir insan çox etinasız olsa, heç fikirləşmir bu haqda. Heç fikirləşmir zərrə qədər. Ağa İmam Rıza Əleyhisselamın buyurduğu sözü sizə deyirəm. Ağa buyurdu, o oğru kimdir? Oğruya verilən cəza ona da veriləcək. Qiyamətdə. Gələk insan diqqətli olsun. Borc alıb qaytarmamaq bir fərdi ziyanı var, bir də ictimai bir ziyanı var. İctimai ziyanı budur. Mən kimisə qapısını döyürəm, o məndən ondan pul istəyirəm, vaxt müddət tamamlandı, qaytarmıram. Ondan sonra həqiqi borc istəyən gəldi, onun qapısını döydü. Deyir, mənə pulu verərsən, o deyir, yox, mən sənə verirəm. Niyə? İnanmır. Həqiqi ehtiyaclar qalıb kənarda. Buna kim səbəb oldu? Bu şəxs. Allah şahiddir, qiyamət günü ona görə cavab verəcək. Buradan sizə deyirəm, Allah şahiddir. Bir nəfər var idi, deyir, bunun bir dənə atı var idi. Qəşəng at idi, bir dənə imkanlıdır, gözü düşmüşdü bunun atına. Allah onun gözünü doldursun. Hər şeyi var, bunun da atına göz dikib. Dedim, mən sənin atı alacağım, dedi, mümkün deyil, mən atı satım. Bir müddət keçdi üstündən, keçəndən sonra bu gördü alınmır. Giyindi o atı almaq istəyən, bir dənə köhnə paltar giyindi əyninə, gəldi, bir dənə səhrada oturdu. Oturandan sonra gördü ki, həmən atlı gəlir, atın əyninə. Başladı ağlamağa. Ağladı, deyib, o şəxs da gəldi, yaxınlaşdı, mən niyə ağlayırsan? Dedi, heç nə qalmışam bu çöldə bir yağında, getmək istəyirəm, bir miniyim də yoxdur, minim ona çıxın gedim. Qalmışam, pisdir vəziyyətim. Bu baxdı ona, dedi ki, mən sənə atı verim. Buna min, get çat, bir yerə çatandan sonra mən ayaqla gələrəm. Mən ki sənə gələrəm, çataram, ondan sonra atımı verərsən, mən çıxıb gedirəm. Bu deyib, baxdı, dedi, yaxşı. Mindi bunun atına. Atına minəndən sonra bir 3-4 addım uzaqlaşdı, baxdı ona, o at verənə. Dedi, daha çox vaxt itirməsən. Nə at gələcək, nə bir şey. At məndə dedi, sənə niyə verəm? Həmənki adamam da mən. Bu baxdı ona, baxandan sonra dedi ki, sənə and verirəm Allaha, bu atı sənə bağışladım. Amma sənə and verirəm Allaha, gedib heç yanında danışma bu haqda. Dedi, nə haqda? Dedi, gedib heç yanında danışma inan ki, mən bir nəfəri bu şəkildə aldatdım, atı götürdüm. Dedi, niyə? Dedi, sən danışarsan, sabah gələr bir nəfər burada səhrada, həqiqi bir nəfər diyanar, doğrudan vəziyyəti pisdir. Bir nəfər atlı keçər, o atlı keçəndən sonra o ona deyər, atımı ver, mən minim, gedim çatım bir abadlığa, o deyər, yox, mən vermirəm, inanmıram sizə. Eləmədim, sənə and verirəm Allaha, o at nədir ki, götür get. O şəxs utandı, həya elədi. Gəldi, dedi, at sənin, o qalsın sən. Mənə qalsın deyil. Dedi, yox, and içmişəm, atı mən istəmirəm, götür. İctimai ziyanı var bunlara. Və insan bunu başa düşməlidir. Ki, diqqətli olmalıdır. Vaxtı müddətə çatdı, tez getsin qaytarsın. Həzrət Əleyhisselam gecə vaxtıdır, Beytulmalın pulunu bölür, ehtiyaclı insanlara. Öləndən sonra, indi dedi, bunu aparıb çatdırın fəqirlərə. Dedilər, ağa qoy sabah açılsın, ondan sonra gedək çatdırar fəqirlərə. Ağa baxdı, dedi, yox. Kim zamin durar ki, mən Əli sabaha ican sağam? Burada zamin duran var. Dedilər, yox ağa. Dedi, onda gecə ilə ağa çatdırar fəqirlərə. Birdən gələr canımı alar. Həzrət Əzrail canımı alar, əgər canımı alsa, onda mən neyniyərəm? Mənim boynumda qalar baxaq. Çox diqqət olmasını istəyirəm. Vallahi insan var, bəlkə də bu sözlər bəzi insanlara ağır gələr. Borc başından daşır, qaytarmalıdır, çünki istəyir sahibi, istəyir ziyarətə getsin bu adam. Allah şahiddir, mən də istəyirəm ziyarət edeyim. Belə bilmiyor ziyarət haqqında söz deyirəm. Kim ziyarətə getsə Kərbəlaya, mənə də dua eləsin. Kim getsə Məşədə, mənə də dua eləsin. Amma vəziyyət axı başqa cürdür. Həzrət İmam Hüseyin ağa bilirsiniz, bir nəfər gəldi, qoşulmaq istəyirdi İmam Hüseyin ağaya, amma borclu idi. Ağa onu qoymadı. Dedi, sən iştirak edə bilmərsən Kərbəlada. Get borcunu ver. Kərbəlada iştirak edən o 72 şəhid haqqını nasıl da vermişdi? Haqqullahı da vermişdi. Ona görə gəldi, iştirak edilər. Ağa qoymadı. Bir şəxs deyirlər, atası dünyasını dəyişdi, bunun üçün pul qoymamışlar.
Atası dünyasını dəyişəndən sonra bunun üçün heç bir pul qoymamışdı, anası ilə qalmışdı, gətirdilər buna bir miqdar atasının dostlarından biri götürdü, pul verdi. 1000 dirhəm. 1000 dirhəm verəndən sonra dedi ki, işli qur, işlə, ticarət qur, ticarət qur. Bu şəxs deyir, götürdü o 1000 manatı, ticarətin qurdu, qəşəng, ticarətin qurandan sonra üzün tutdu, ana dedi, bəli, ana istəyirəm gedim həcci ziyarət edeyim. Ana baxdı, dedi, bala, o 1000-i qaytar, ondan sonra gedərsən. Dedi, ana yaxşı, qaytaracam, gedərəm, heç bir müşkülü yoxdur. Qaytardı, getdi. Qaytardı, getdi, gəldi, həcci ziyarət elədi, Məkkədə ziyarət elədi, İmam Musa Kazım əleyhissalam Mədinədə idi. Ondan sonra gəldi Mədinəyə, ağa ilə görüşdü, dedi, ağa, mənim atam dünyasını dəyişdi, pul da qoymadı, heç də qoymadı, dünyasını dəyişdi, getdi. Amma atamın dostu idi, gətirdi, mənə pul verdi, 1000 manat pul verdi. Ondan sonra istəyir danışsın, ağa saxladı. Dedi, fəma fəaltəl əlif, o 1000-i qaytardın, qoymadı danışsın. Bəli, ağa qaytardım. Dedi, qaytardım, dedi, bəli. Dedi, əhsənsən. İndi ki, qaytarmısan, qulaq as sənə bir söz deyəm. Dedi, ağa buyur. Dedi, əleykə bi sidqil hədis. Sənə tapşırıram, düz danışam. Bu bir. Və ədəil əmənə. Əmanəti aldın, qaytar. Əgər belə eləsən, insanların pulunda şərik olarsan, sənə insanlar inanar, bir iş qurarsan, işləyərsən. Dedim, ağa gözümüz. Bu şəxs deyir, mən ağanın sözünə riayət elədim, əməl elədim, ondan sonra ticarət qurdum, o qədər Allah mənə mal verdi, pul verdi, sözündə sadiq etdim. Deyirdim, o da insan deyir, hər şey üçün qapı döymür. Hər bir məsələ üçün pul istəməyər. İstisnai vaxtlar, heç hər şey üçün istəməyər. İşləyirsiniz Ayətullah Ənsarinin. Onun haqqında bir kəlmə söz deyim sizə. Deməmişdən qoy bir başqa bir söz deyim, hələ onu tanıyın kimdir. Bu Ayətullah Ənsarinin vaxtında bir şəxs yaşayırdı, Molla Əli adlı bir şəxs idi. Nəcəfdə tələbə idi bu şəxs. Deyir, mənə deyir, öz vətənimdən mənə pul göndərirdilər. Bu həmişə deyir, mənim öz vətənimdən pul göndərirdilər. Sonra deyir, vəziyyət elə oldu, mənə pul göndərmədilər. Mən də gedib misliyə kitab almışdım. Kitabın deyir, pulunu qaytarmalıydım. Vaxt gəldi, çatdı. Kitab üyəsi gəldi, deyir, biz kitabın pullarını vermirsən. Dedim, biraz gözlə. Deyir, məni biraz təhqir elədi. Məni təhqir elədi, dedim, yaxşı. Üzümü tutdum, Nəcəfdəydi axı bu. Üzümü tutdum Əleyhisselamın günbəsinə. Dedim, ağa, görürsən məni təhqir edir. Qalmışam belə. Mən əhdimə vəfalı insan idim. Mənə göndərirdilər, verəcəkdim. Amma indi göndərməyiblər, qalmışam belə. Mən neyniyim indi? Deyir, bu günü keçirdim. Gecə yatdım, yuxu gördüm. Yuxuda gördüm, mənə dedilər ki, səni Peyğəmbər çağırır, gəl. Düşdüm aşağıya, gördüm Peyğəmbər əyləşir. Peyğəmbər mənə baxdı, mənə baxandan sonra dedi ki, əlində bir dənə kisə pulu idi. Çıxartdı kisə pulu, verdi mənə, dedi bunu götür. Dedi, elə bilməyin biz sizlər yaddan çıxardıq. Heç biri bizi yaddan çıxardıq. Bir pulu verdi, mənə sağollaşdım. Yuxuda sağollaşdım, bir durdum, səhər açıldı, bir də gördüm Ayətullah Ənsari birinə adam göndərdi qapıma. Gəldi, qapımı döydü, dedilər və səni Ayətullah Ənsari çağırdı. Mən də gəldim. Gəldim, girdim içəri, ağa salam, baxdı üzümə, dedi, əleykəssalam, bu kisə sənə çatacaq. Dedim, ağa, sən hardan bilirsən bunu? Dedi, dayı, onlarla işin olmasın. Elə məsələlərə sən qarışma. Bu pul ki, belə bir insan. Bu şəxs deyir, bunun tələbələrindən biri bir gün deyir, yuxu gördüm, Ayətullah Ənsarinin tələbələrindən biri. Deyir, yuxu gördüm ki, yuxuda şeytanın deyir, nə qədər ipi var, biri yoğundur, biri nazikdir. Deyir, mən bugün oxuyordum bunu. Deyir, baxdım, deyir, sən bu iplə neyinsən? Deyir, bağlayıram bəzi insanları, onları dartıram, çəkirəm öz tərəfindən. Deyir, bir dənə belə yekə bir ip gördüm. Biraz bərk ip idi. Dedim, bu kim ipidir? Dedi, bu Ayətullah Ənsariyə bağlayırdım. Mən istəyirdim, çəkim. Onun üçün asılamışam.
Dedi, belə bir iş görmüsən bu vaxtacaq? Dedi, hə, dünənləri gecə bağladım Ayətullah Ənsarinin boğazına, çəkirdim bazaraycan, çəkdim bazarda, qırıldı ip, o qaçdı mənim əlimdən. Deyim, mən səhər buradan durdum, gəldim, deyir, ağanın yanına, ağa bir dənə yuxu görmüşəm, da sən məni bağışla. Görmüşəm qoy deyim, ağa dedi, nədir ki, dedi, belə bir yuxu görmüşəm. Ağa dedi, sən sadiq yuxu görmüşsən. Dedi, nə məsələdir ki, ağa? Ağa qayıtdığımda ki, dünənləri ağada Beytulmal pul olurdu. Dedi, dünənləri mənim evdə bir şeyə ehtiyacım var idi. Dedim, Beytulmaldan bir miqdar azacıq pul götürür borc kimi. Gedim onu alın, ondan sonra qoyaram yerinə. Götürdüm pulu, bazara tərəf getdim. Bazara yaxınlaşırdım, birdən ayıldım elə bil. Dedim, bəs mən pulla bunu aldım, vaxtısa vaxt çatdı, birdən ölərəm, gedərəm belə, Allaha nə cavab verərəm? Dedim, yox, almaram. Gəldim evə, pulu da qoydum yerinə, dedim, mümkün deyil belə şey. Deyir, Ayətullah Ənsari qayıtdı buna ki, sənin ipin var idi onda, yoxsa yox? Dedi ki, ağaların sağlığına, mən də soruşdum ondan, bəs mənim ipim var. Şeytan baxdım, mənə dedi ki, sənə ip lazımdır ki. Sən hələ çağırırıq, gəlirsən. İp o adamlara lazımdır ki, gəlmir, ona bağlayır da çəkir. Sən maşallah gəlirsən. Hər şey üçün insan borc eləmir, görürsən bu cürlə şəxsiyyət. Həzrəti İmam Baqir Əleyhisselam buyurdu, ağa buyurdu. Bilirsiniz, şəhid nə qədər qiymətlidir. Şəhidin bir damla qanı düşən kimi yerə, damla düşən kimi yerə, Allah deyir, nə qədər günahım var, bağışladın, amma bir yerdə dayanır. İllətləyin, borc məsələsində yox. Düzdür, üstün məqamdır. Və lə təxsəbənnəl-ləzinə qutilu fəsəbilillah, ənvat, bələ əhyəun ində Rabbihim yursəbun. Siz Allah yolunda ölənlərə ölü deyin, onlar diridirlər, Allah yanında ruzlənirlər. Bu qədər qiyməti var, amma deyil, borcdan keçə bilmər. O da elə ki, məhşər quruldu, gətirirlər insanı, qoyurlar məhşərin önündə, məhşərin önündə qoyandan sonra həmən insanı deyirlər, kimin bunun boynunda haqqı var, gəlsin haqqını istəsin. Bu deyir, diyanır, baxır məhşərə, baxandan sonra yalvarır, deyir, nə ola, bir dənə tanış insanı görməyəm mən burada. Birdən bir tanış insanı görərəm, ona baxaram, görərəm, onun da mənim məsələn borcum var idi ona, verməmişəm, gəlmişəm, o gələr, yapışar yaxamdan, ver, neyniyərəm? Bilirsiniz nə deyirlər? Az borcundan bu dünyadan gedən haqqında bilirsiniz nə deyirlər? Hədisdir ya. Gətirərlər bir nəfəri səhv. Bu deyər mənə bunun borcu var idi. Çox az. Üzünü tutar buna, yer istəyirəm. Bu şəxs neyləsin? Onun da haqqı var, o haqqı tapılanır. Allah bundan ki, borcu alıb qaytarmamışdır. 700 qəbul olunmuş namazı alar, ondan sonra verər olursa. Hər namaz qəbul olunur. Namaz var, onun bir dənə Allahu Əkbəri qəbul olur. Namaz var, onun bir dənə Subhanallahı qəbul olur. 700 qəbul olunmuş namazı alarlar ondan, verərlər bu birisini, deyərlər edinlər. Çox diqqətli olan insan haqqı. Nasıl məsələsi? Kiçik məsələ deyil. Çox əhəmiyyət verməliyik bu mövzulara. Çox əhəmiyyət verməliyik bu mövzulara. İmam Musa Kazım Əleyhisselamın yanına yaxınlaşdı. Bir şəxs idi, dedi, ağa vəziyyətim yaxşıdır. Mənə bir miqdar borc verərsən. Ağa dedi, bəli, verərəm, 100 dirhəm borc pul verdi ona. Heç borc da vermədi, belə verdi. Verəndən sonra pulu, dedi, olar mən sənə ağa buna, dedi, bir dənə söz deyim sənə. Dedi, buyur ağa. Dedi, əgər dünyada bir dənə arzun qəbul olunsa, nə istəyərsən? Deyirlər, bir dənə arzun qəbul edeyim, nə istəyərsən? Allah rəhmət eləsin, Ayətullah ilahi qomşeyi var idi. Deyirdi, mənim dünyada bir dənə arzum var, Allah onu mənə ahirətdə versin. Dedilər, arzun nədir? Dedi, arzun budur, gələn diyanam Kovsər bulağının kənarında. Ağam diyana başımın üstündə, ələl-i sanam. Üzümü tutum ağaya, deyim, ağa, bax, bu sənin Nəhcül Bəlavəndir. Olar mən bu Nəhcül Bəlavəni oxuyayım, sən qulaq asısan. Arzu. Arzu belə olar. Özü biri gəldi, Peyğəmbərə yaxınlaşdı. Peyğəmbər dedi, nə arzun var? Dedi, ağa, görürsən cənnətdə dəvə olacaq.
Bu da bunun arzusu. Arzu var, böyle de arzu var. İmam Kazım Aleyhisselam üzün tuttu buna. Üzün tutandan sonra buna. Dedi arzun nədir? Dedi bir dənə arzum var. 2 dənə. Bilinməz. Dedi nədir? Dedi mən istəyirəm Allah mənə nəsib eləsin bunu ki, heç bir mömin qardaşımın haqqını tutdalaram. Haqqını əda edən bütün mömin. İkinci sözdə dedi. Ondan sonra ağa baxdı buna. Dedi niyə belə dua eləmədin ki, sizin sevginizi istəyirəm. Dedi ağa, sevgiyə gəldikdən mən sizə aşiqəm. Bu məndə var. Olmayanı istəyirəm. Ağanın xoşu gəldi. Xoşu gələndən sonra 2000 dirhəm də verdi ona. Dedi ki, bu da sən. Bu diqqətlidir. Eşitmiş sözdən Müslüm-ül Nəqi, İmam Hüseyin ağanın xas sahabəsi, ən birinci şəhidlərdən. Ağa Kərbəlada hələ dünyasını değişmişdi ya Müslim. O ağır anlarında deyirdi, eynə Müslim, eynəl Müslim, Müslim hardadır? Orada çağırırdı Müslimi. Müslim bilirsiniz kimdəydi? Çox qiymətli şəxs. Tutdular, gətirdilər bunu imarəyə. İbn Ziyadın sarayına. Saraydan girən kimi içəri istəyirdi su içsin. Baxdı bir dənə küzə gördü. Küzəni görəndən sonra üzünü tutdu, dedi mənə bir dənə küzədə su verərsiniz için. Qayıtdılar ağaya ki, onsuz da biraz üçün öləcəksən, gedib cəhənnəmdə içəcəksən. Dilə vermədi. Bir tarix belədir. Bir tarix də belədir. Gətirdilər, suyu verdilər, baxdı suya, istədi sudan içsin, bir dənə qanından düşdü suyun içinə. Baxdı suya, başa düşdü ki, ola bilsin, bəlkə ağam susuzdur, elə Allah da istəyir, mən də susuz dünyamı deyişim. İçmədi sudan ama. Hər halda içməyib ki, tarix əsasən ikisinə. Axır anlarda dedi, mənim bir dənə vəsiyyətim var. 3 dənə vəsiyyətim. Dedi, vəsiyyətin nədir? Dedi, birinci vəsiyyətim budur. Məni kəfənləyərsiniz öldürəndən sonra. Dedi, 2 budur, 700 dirhəm borcum var. Qılıncımı satın, o borclarımı verərsiniz. Gör nə fikirləşir. Dedi, 3 başqa nədir istəyin? Dedi, bir dənə də istəyin var. Söylə Hüseynə, ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəşlidə, dərdu bəlaya gəlməsin. 3-cü istəyin də budur, Hüseynə çatdırın Kərbəlaya gəlməsin. Ondan sonra apardılar bunu, atdılar binadan aşağı. Şəhid. Amma ölən anlarda da yadındadır ki, mənim borcum var ədalim. Az olsa belə insan diqqətli olmalıdır. Ola bilər müddət tamamlandı, gətirib çatdıra bilməyər, getsin o borc yərəsindən xahiş eləsin, biraz müddəti artırsın. Daha gizlənmək, qaçmaq olar ki, yaraşmaz eləməklər. Ki, sözlər belə şeylərdən o qədər uzaqsız, belə məsələlərə bilirəm, indi çox təəccüb edirsiniz ki, belə insanlar var həyatda yoxsa yox. Bəli, var belə insanlar həyatda. Allah bizləri bu ayə və hədislərə əməl edənlərdən qərar versin.